agree or disagree. Okay. Və misal üçün mən bir ayrıca bir şey deyirəm ki, university should be free. What's the advantage and disadvantage of university education? Laf belə free university education. Belə bir şey deyim sənə. Bax, ümumi sən belə deyim. Şey deyim. Agree, disagree, yəni opinion essay və advantage, disadvantage essay arasındakı fərq nədən ibarətdir? Nədir? O opinion essay, agree, disagree essayində sən öz fikrini deyirsən gözüm. Məsəl üçün, I agree, razısan yaxud da narazısan. Sən bunu deyirsən. Məsəl üçün, razısansa iki səbəb deməlisən, example verməlisən, explain etməlisən. Narazısansa da, if you disagree, you should say two example, reason, explanation. Bura qədər hər şey aydındır? Əla. Gələk sənin qarışdırın advantage və disadvantage-ə. Advantage və disadvantage essaydə isə sən nə etməlisən? Orada isə bir avantaj, bir dezavantajdan bəhs etməlisən. Bir advantage-dən, bir disadvantage-dən bəhs etməlisən. Yəni, onlar arasındakı fərq budur. Bir digər fərq nədən ibarətdir? Şəxsi fikir demək. Məsəl üçün, I believe, in my opinion kimi tipləri, tərz ifadələri sən agree, disagree essayində deyə bilərsən. Amma digərlərini isə sən onun adı nədir? Advantage, disadvantage essaylərdə izah edə bilməzsən. Fərqlər bundan ibarətdir. Və sənə əgər do you agree, bax sən nə deyir? Deyir, to what extent do you agree or disagree with this statement? Nəyə əsasən sən bu fikirlə narazısan yaxud razısan? Yəni sən razısan yoxsa narazısan? Bunu deməlisən. Və yaxud da sənə bir deyə bilər ki, do you agree or disagree with this statement? Sən bu fikirlə razısan yoxsa narazısan? Yəni sən agree-sənsə, çünki bizim IELTS part 2 hissələrimiz neçə hissədən ibarət olur? 4 hissədən ibarət olur. 4 body paragraf. 4 paragraf yazırıq ümumiyyətlə, üzr istəyirəm, body paragraf dedim. 4 paragraf yazırıq. Bir introduction, bir body 1, body 2 və conclusion. Eləcə də advantage, disadvantage essaydə də bir introduction, bir body 1, bir body 2, bir dənə conclusion yazırıq. Fərqi nədir dediyim kimi, birində şəxsi fikirlərini öz dilindən, belə deyək, lori dildə deyim, öz dilindən deyə bilirsən, hansı ki, agree, disagree essayində öz fikrin kimi I believe, in my opinion deyə bilirsən və həmçinin orada sən agree hissəsindən gedirsənsə, agree olan hissələrini yazmalısan, yəni keçib disagree yaza bilməzsən və ya disagree deyirsənsə keçib agree yaza bilməzsən. Amma advantage, disadvantage hissədə isə sən ya advantage, bir dənə advantage-dən yazmalısan, bir dənə də disadvantage-dən yazmalısan. Yəni aralarındakı fərq budur. Aydın oldu indi gözüm.